kvadratın üstündə qurulur. Kvadrat. Ortasını tapmaq istəyirik. Çəkirik diagonalını. Tapdıq ortasını. Bunu da yarı bölmək lazımdır. Bunu da yarı bölmək üçün diagonal sistemindən istifadə eləmək olar. Bunları da bölürsən yarı, artıq ortaları var. İki nöqtəni birləşdirib axıra qədər gəlirsən. Bu nöqtələr bizə lazımdır. Nöqtələri qaralayıram altı bucağını tapmaq üçün. Bu altı bucağının riyazi çəkilmə qaydası budur. Bax, altı bucaqlı budur. Kölgəliyirəm. Bir də göstərim. Kvadrat. Nə deməkdir? Bütün tərəfləri bərabər. Ortasını tapmaq üçün çəkirik diagonalını. Tapdıq ortasını. Çəkirik ortasını. Bölündü 4 ilə bərabər kvadrata. Onların da ortası bizə lazımdır. Diagonalın biri çəkilib, ikincisini çəkirik. Bu cür xəttlər səni çaşdırmasın. Asandır. Əslində biraz diqqətlə də baxsın, məntiqli baxsın. Ortaları da xətti keçirdirik. Vəssalam, altı bucağımız hazır. Həcmli altı bucaqlıya çevirmək istəyirik. Fillərini çəkirik. Və perspektivanı yaddan çıxartmırıq. Ölçürük, bizə bu boyda lazımdır. Eyni ölçünü ölçürük, təkrarlayırıq hər yerdə. Və çəkirik. Gördün, oldu altı bucaqlı. Həcmli altı bucaqlı. Ola bilsin ki, bucaq